Hepinize merhaba arkadaşlar. Nasılsınız? İyi misiniz? Arkadaşlar ben size bir şey söylemek istiyorum. Arkadaşlar insanlar böyle hemşe gidip YouTube'da benim sevdiğim YouTuber'lar var da yani adlarını sayayım. Afeli Aliyeva, Rukiye Çetinkaya, Gamze Kart. Ben hep sevdiğim YouTuber'lar var. Arkadaşlar her bir şey görürüm ki hamıda mesela 100'den çox abonəsi var. 50'den çox abonəsi var. Arkadaşlar hamıya abone olursunuz. Yani görürsünüz ki benim abonem yoxdur. Yəni az abonem. Ona görə abone olmuşsunuz. Hem de deyirsiniz ki zaten bu belədir. Az abonəsi heç abone olmaya gerek yoxdur. Ben hiç YouTube'da video çəkməyə heç aram yoxdur. Yəni video çəkmək istəmirəm. Çünki mən indi ən çox vacib olan, ən çox istədiyim, ən çox eləmək lazım olan şey mənim dərs oxumağımdır. Türkçə deyim ya, ödəv oxumağımdır. Məktəbdir. Mənə ən lazımlı şey, mənə ən lazım olacaq şey gələcəkdə mənim dərs oxumağımdır. Amma bir yandan da yəni mən video çəkmək istəyirəm. Yəni iki məsləkdə də özüm getmək istəyirəm. Özümü eləmək istəyirəm. Amma yəni YouTube'da çox video çəkmək istəmirəm də. Yəni özümü YouTube'a bağlamaq istəmirəm də. Yəni çox YouTube'a baxmaq istəmirəm. Amma ən çox istədiyim şey yəni dərs oxumaqdır. Amma istəyirəm bir yandan da mənim abonem çox olsun. Yəni dostlar, nə olar da mənə abunə olun. Nə olar?